güclü komanda, xoş gördük sizləri. Sizləri Gəncədən salamlayırıq. Bugün buradayıq. Hələ biz getməmişik. Gültəkin xanım, Zeynəb xanım və mən. Əzizlərim, dünənki seminardan dolayı doğrudan çox qürurluyuq. Çox sevinirik ki, artıq Forever Living Azərbaycanda bu cür tanımağa başladı və tanıtmağa başladıq. Allaha şükürlər olsun. Heç kim artıq demir ki, bilmirəm o şirkət, bu şirkət, hə bildim də, bu da ondandır. Heç kim demir, hər kəs Forever'ın möhtəşəmliyindən danışır. Əzizlərim, zal ağzına qədər dolu, insanlar ayaqda qaldı. İnşallah düşünürük ki, gələn dəfə Gəncədə 5 yıldız otel var, oranı tutacağıq. Daha yaxşı olacaqdır, amma bir sözüm var canım, güclü komanda. Hər rayonda bunu edək. Hər rayonda olan bir çalışqanı seçək, o bunun üzərində işləsin, belə toplantıda edək. Vallahi də, billahi də biz hamıya lazımıq. Biz dediyimiz Forever nəzərdə tuturam. Hamıya lazımdır Forever. Hər evə insanlar ondan faydalansınlar. Bizə nə düşür? Savab və qazanc. Bundan gözəl bir şirkət yoxdur. Bundan gözəl bir, nə deyim, insan üçün gözəllik yoxdur. İnsan həyatda yaşayarkən nə üçün yaşayırıq əsasən? Hamıda bir şeydir ki, normal yaşayaq, sağlam yaşayaq, ehtiyatsız yaşayaq. Forever bunu verir insana. Eynən, özünə neçə vaxt həmişə ağlıma düşür ki, müdürüm, deyirəm ki, Forever yaxşılıq, nə deyirlər buna, elə bir ki, yaxşılıq bir şirkətidir. Yaxşılıq etmə bir şirkətidir. Doğrudan da belədir. Bunun üçün çox qürurluyuq. Bunun üçün üzümüz ağda hər zaman Forever'ı tanıtdığımız yerdə. Rahat olun, rahat çalışın. Bizlər kimi, bizim ayağımıza çəkdiyimiz yerə sizlər qoyun canlarım. Çox insanlar var ki, eşidirlər, bilirlər, tanıyırlar Forever'ı. Ancaq addım